Mən Güney Azərbaycanın Pəhləvilərlə bağlı münasibətini bilirəm. Ona görə də bu sualı sadəcə Altay bəy sizə verəcəm. Pəhləvilərlə bağlı Qaşqaylar düşüncəsi nədir? Təxmini anladım siz də demin dediniz, Pəhləvi Qaşqaylara qarşı qoşunu silaha qoydu, amma onu sıxan molla rejimi oldu. Amma yenə də bunu bir açmağınızı istəyərəm, qısa da olsa. Aslında o şekilde de anlatmak olur. Dar ağacının deməli o dar ipini Qaşqayın boynuna saldı. Ama daha ömrü yetmədi ki, gələ bu ayaqdakı səndəliyi də çəkə. Onu da rejim çəkdi. Qaşqayla Pəhləvi, Qaşqaylar çox büyük zulmlər görmüşlər Pəhləvidə. Azərbaycanda məsələn biz 21 Azərdə şeydən bəhs edirik, Pişəvərinin son günlərində 20.000 kişinin soyqırımından danışırıq. Qaşqayda biz 60.000 kişinin sadəcə bir saldırıda soyqırımından danışırıq. Taxtaqapı dönemində yəni gəlirlər nə edirlər? Bunlar gəlirlər Qaşqayın gücünü qırmaq üçün Qaşqaylara gələn bütün su yollarını bağlayırlar. Qaşqaya gələn bütün yemək yollarını ki, yemək gəlsin, işte ticarət olsun filan, onları bağlayırlar. Qaşqayları şey edərlər, mühasirə nə olur Türkçəsi? Mühasirə elə. Satmaya alırlar. Mühasirə edirlər, çevrəsini tuturlar ki, heç bir şəkildə çıxa bilməsinlər, göçə bilməsinlər. O halda susuz qalan, ac qalan Qaşqayları hava saldırısı ilə bombalarlar, dəfələrcə. Hətta F-16 ki, İrana gəlir, ilk denemesine Qaşqaylar üstünde yapmışlar. İlk soyqırıma məruz qalan o jetləri istillərmiş, deniyərlər, gəlirlərmiş Qaşqayları bombalayırlarmış. Jetlərin gəldiğindən sonra. Və bu dediyəm bir saldırıdır. Bunun ardı da var, arxası da var. Qaşqaylarda bir at var. Mən Qaşqayda Dərişurlu tayfasındanam. Yəni Qaşqayda 12 dənə tayfa var, 6 dənə çox büyük tayfa var. Ən nüfusu çox olan tayfa Dərişurlu tayfasıdır. Dərişurlu tayfasının özünə özel bir atı var. Dərişurlu atı deyirlər, Qaşqay atı. Dərişurlu atını Pəhləvilər soyqırım edər. Heyvana qədər, yəni artıq iş insandan geçmiş, heyvana qədər soyqırım edirlər ki, günümüzdə də sadəcə 2-3 yerdə Qaşqayın Dərişurlu atı yetişdirilir və soyunu qurtarmaya çalışırlar. Yəni, büyük sözdür. Adamlar yo insanlara rəhm etmiş, yo heyvanlara rəhm etmiş. Çox büyük zulmləri yaşatmışlar. Qaşqayın ilxanları ilə ilgili, Qaşqayların özləri ilə ilgili, Pəhləvi ilə verdikləri savaşlarla ilgili, bunları anlatmam 2-3 saat özü çəkər. Tabii. Amma tarixi hafızası olan, beynində tarix yerləşən bir insan, özellikle Qaşqay içində heç bir şekildə Pəhləviyə yo yaxın ola bilir, yo Pəhləviyə sevə bilir. O bir taraftan bunlar gelmişler de Münix'teki Pəhləvi protestolarında Qaşqay xanları Pəhləvinin arxasındadır diye o yalancı Reza Pəhləvi orada bir məqalə oxumuşdu ki biz Qaşqay xanları olarak İlxanlik ailəsi olarak elan edirik ki bugündən sonra biz de Pəhləvi arxasındayıq. Mən bunu görünce hemen parti başkanımızı Rolla dedim. O da İlxanlik ailesi ilə iletişime geçti. Sonra yalanladılar onu. Yalanladılar hemen. Ona göre yazı paylaştılar. O yazının üzerinde yine Pəhləvilər bize saldırırlar. Onlar ikinci yalanlama məqaləsini paylaştılar. Yani adamlar artık şey alabilmemiş, destek alabilmemiş, yalana geçmişler. Qaşqay yaxın Baxın, olmaz. bir dənə sözünüzü kəsirəm. İranda türklərin Pəhləviyə görə iki dənə tutumu vardı. Onlar ki, Beqoli Altay bəy tarix bilirlər ya, zehnilərində bizzatlar qalıbdır. Baxın, Pəhləvinin bütün istədiyi bu idi ki, türklüğü coğrafiyadan silə. Yəni nə fəqət türklüğü, Qacardan hətta qalan şeyləri dağıdırdı, binaları dağıdırdı. Bugün Məhəmməd Rza Pəhləvi əlavərinci dədəsi Rza xan Qəşqaylarda çox qətliam elədi. Məhəmməd Rza Pəhləvi oğlu F-16 hava peymanı aldı,
Dedilər bunu harda dəniyək, apardılar Qəşqayları bombaladılar. Yəni bir dənə öz millətini bombalayırsan sən ki, F-16 şey eləyəsən. Görəsən nə cür bir uçaqdır, nə cür bir hava peymadır. Bundan işim yoxdur. Onlar ki, bu günlərimə Pəhləvi xandanına bəhər dəlili nəzdişdilər. Həman onlardılar ki, Qacar dönəmi yıxılanda, yəni türk idilər də, Qacar kullən türk idi. Qacar dönəmi yıxılanda qarışdılar Pəhləviyə, başladılar Pəhləviçi oldular. Yəni həman o türklər ki, dayanmışlar onların da arasında deyirlər Pəhləviyə İransaz, elə elib, belə elibdir. Onlar o tarixlə qabağa gedirlər. Bizlər hangi tarixlə qabağa gedirik? Bizim fəqət yaramız vardı. Dilimizi əlimizdən alıblar, qətliamlar olubdur. Biz milli baxışla baxırıq. Onlar güc baxışında baxırlar. O deyir ki, mən Qacar dövləti yıxdıq, dayandıq Rizaxanın yanında, bir dana taza imperaturu qurduq, bir dana şahımız var idi filan. Biz baxanda deyirik bizim şəhərlərimizə qoşunkeşlik eləyiblər, 60 min nəfər Qəşqayını öldürüblər. 25 min, 30 min nəfər Azərbaycanlını öldürüblər, Kürdü öldürüblər, Ərəbi öldürüblər. Fəqət bu coğrafiyadan öbür etnikləri azaldıb qalib gəlməyə görə. O da hardan öldürürdülər, baxırdı, gördü dalısıcan gələn yenə də türküdür. Dərd o idi. Niyə? Çünki bir dana özləri də soydan türk idilər. Yəni nə qədər elədilər, gördülər axırı olmur və fəqət deyirəm bu günlərimə, bu iki deyirsiz Qəşqayın baxışı nə mənədir, Azərbaycanın baxışı nə mənədir? Bunun iki tərəfli baxışı vardı. Bir milli baxışdır, bir də güc baxışıdır. Yəni o adam ki, o evin içindən gəlibdir. Evin içindən gələn %100 olan yanında dayanacaq. Onu da bir zat deyəm. Bu Pəhləviçi olanlar, Türk olup da Pəhləviçi olanları bəzilərini ki suçlayasıq onlara işim yox. Yəni onlara hakim olan, hər şeyi bilən və yenə onların tərəfdarı olanlar, onların bəhsi ayrıdır. Yəni xainin yeri həmişə müşəxxəsdir. Amma büyük bir qism bizim millətdən siyasi və medianın manipülasyonuna məruz qalmış. Evet. Unutmamamız lazım. Biz medyada çox gücsüzük. Bax, məsələn, indi işi ki sən görürsən Instagramda. İşi ki hətta sizdə Azərbaycanda sən görürsən belə bir Aras Turan var, o görür və neçə dənə daha mən Azərbaycanda. Bu çox dəyərli işdir. Nədən? Biz media olaraq illərdir bu milli hərəkətdə fəqət oturmuşaq, sərt siyasətdən danışmışaq. Mən oturmuşam, bilməyirəm, feodalizm nədir, komünizm nədir, bilməyirəm, federalizm nədir, demokrasi nədir. Bunlar lazımdır deyilməsi ya. Bunları mənim görəvimdir bunları demək. Amma millətin dili ilə də danışmaq lazım. Yeni Kaya bəy o işi görür. O Araz bəy bu işi görür. Bizim medyalar illər öncə bu işə başlamalıydılar. Bəli, heç birisi başlamadı. İllər öncə biz millətimizin ilgisini çəkən, uşaqlarımızın ilgisini çəkən, normal xalqın ilgisini çəkən mediada deməli videolar ya, səslər ya hər nə öyrətməliydik, öyrətmədik. Birazı bizim suçumuzdur. Bəli, büyük bir qismi da bunlar Pəhləviçilərdir, bu Hezbollahilardır. Bizim qarşımızda olan hər kəsin çox böyük büdcələri və çox böyük fondları var. Onu mən dedim, bayaq dediyim kimi, bəli, devlətin və pulun qarşısında anlaşılandı bu gücün yetərincə göstərilməməsi.